gedir. Demək, neyini uşaqlar? Burada bir solution içərisində bir proyektimiz var idi. Adı nə idi? Homework olan hissəsində. Artıq həmin solution içərisində nə edirəm? Növbəti bir proyekti yaradıram. Gəldik buraya. Ümid edirəm buraları bilirsiniz. Bir dənə yenə konsol app yaradacağam. Deyirəm ki, olsun method part 2. Bu solution adı idi. Buna da deyək ki, olsun string, array. Bunlar ayrı-ayrı mövzu başlıqlar. Onları birləşdirdim. Okey, bir dənə layihə. Növbəti təzə bir konsol app yaratdım. Amma burada köhnəsi qalıb, onu dəyişib eləyirəm. String array məsələsi. Aydındır mı? Okey, qayda biraz köhnə günləri. Yaxşı, nəyə biraz stringlərdən danışaq. Stringdən bir dənə word təyin edirəm. Hətta name təyin edirəm. Aydındır mı? Burasını diqqətlə qulaq asın. Yaxşı. Deyirəm olsun test. Belə bir adı qoyum. Okey, değil mi? Növbəti bir string yaradıram. Hətta bunu gələ bilirəm olsun name1. Yəni oxunaqlı baxımından. Ona deyirəm name2. Və bərabər olsun Lorem. Aydındır mı? Aysun sualı sənə verəcəm. Yaxşı. Ona görə sən burada daha diqqətli ol. Nə eləmişəm? 2 dənə variable təyin eləmişəm. Name1, bir də name2. Okey, değil mi? 2 dənə variable var. Yaxşı. Birisi ayrı-ayrı dəyişənlərdir, ayrı-ayrı hücrələrdir. Okey, değil mi? Gəlirəm. Bunu buradan silirəm. Deyirəm name1-ə bərabər olsun. Aydındır mı? Yəni name2 dəyişəni nəyə bərabər oldu? Name1-ə bərabər. Ona görə konsol ayətlərini gəlib name2 yazdırsam, ekranda nə görürəm Aysun? Yəni test yazsam, nə deyəcəm? Testi görəcəm. Test. Çünki uşaqlar nədir burada? Bərabərləşdirmişəm. Aydındır mı? Okey. Amma gəl burada belə bir şey deyəcəm. Deyəcəm ki, name2 bərabər olsun Lorem. İndiki halda ekranda nə görəcəm Aysun? Fikirlidir. Keçək sonra niyəsinə. Hə? Burada bunun dəyəri nədir? Testdir. Testi burada dəyişim eləmişəm. Lorem onu nə görəcəm burada? Variable yuxarıda yaratmışam, aşağıda dəyərini dəyişmişəm. Loremi görəcəm. Aydındır mı? Daha maraqlı olan odur ki. Yəni burada name2 nədir? Testdir. Burada name2 dəyişib Lorem ilə və ən sətr məntiqini oxunurdu və Loremi görəm ekranda. Maraqlı sual odur ki, name1 nədir? Əslində nə olmalı idi ki, belədir, yaxşı. Name1 nədir? Test ya. Test dedin də yaxşı. Test. İndi izah elə. Bax, bu referans tipdir. Niyə özünü vali işimi apardı ki, yaxşı? Razıya bu referans tipi olduğuna görə, uşaqlar, nə olmalıydı burada? Nə olmalıydı bu? Bu Lorem olmalıydı. Aydındır mı? Çünki referans tipdir axı. Yəni, valuesunu ötürən nələri idi? Value tipləri idi. Referanslar neydi? Referansını ötürürdü. Aydındır mı? Ona görə, əgər bu Lorem dəyişirdisə, bu da dəyişir nə olmalıydı? Lorem olmalıydı, amma olmadı. Sanki özünü value kimi apardı. Yox, elə value kimi apardı. Olmadı. Yəni, cavab niyəsini verməyə bilərsiniz. Bunu bilmirsiniz. Normaldır. Burası məsələ nədir uşaqlar? Bunu artıq yadda saxlayaq ki, uşaqlar. Stringlər referans tip olsa da, hansı ki, referans tipdir stringlər. Aydın mı? Davranışlar nə kimidir uşaqlar? Value tiplər kimidir. Uşaqlar, bunun niyəsini sadəcə məsələ odur ki, yəni gündəlik, yəni biz normalda kodumuzda içərisində stringlər daha çox istifadə olunur. Yaddaşın düzgün və daha sürətli idarə olunması üçün uşaqlar, yəni stringlər özü nə kimi aparır? Value tiplər kimi aparır. Aydındır mı? Yəni normalda burada gözləyirdik ki, bunun dəyəri nə çıxacaq? Name1-in dəyəri çıxacaq, Lorem çıxacaq. Amma görmədik uşaqlar. Nə baş verdi? Elə ilk dəyəri olan testini eləmiş oldu, görmüş oldu. Aydındır mı? İndi bunu sual yox sualı verəcəksiniz. Yəni bu niyə belə oldu? Int nam yazırdıq buraya yazacaq ilkin dərsimizdə. Yaza gəlirmi? Deyirik ki, nam2 bərabər oldu nama. Gəlirdim burada, nə edirdim? Nam2-ni dəyişirdim. Elirdim 13. Nam dəyişəcək burada. Dəyişmir. Çünki dəyərini ötürür də. Aydındır mı? Amma burada bu referans tipdir. Amma yenə nə elədik uşaqlar? Eyni davranışı gördük. Aydındır mı uşaqlar? Ona görə stringləri istisna olaraq nə edək? Ataq kənara. Aydındır mı? Ki, əslində stringlər value tiplər kimi işdir. Okey, değil mi? Müəllim, mənim bir dənə sualım var idi. Ver. Biz burada axı name1-i heç nəyə mənimsətməmişik. Yəni ki,
Orada zaten test vermişik nəyin birin dəyərinə. Test çıxmalıdır da, yox. Yo, niyə? Burada name 2-ni name 1-ə bərabər eləmişəm. Daha sonra name 2-ni dəyişmişəm deyə testdə dəyişməli idi. Amma axı biz belə compiler yəni ki, sətr-sətr oxuyur, kodları gəlir. Sətr oxumuş. Hala bu buradakı bərabərliyi reference value məsələsidir. Yəni sətr məntiqi deyil. Aydınmı? Yazı ilkin dərsimizi yadınıza salır, reference value dərsimizi, intro dərsini yadınıza salmış olar. Yəni normalda bunlar referans tipi olduğuna görə bu name 2-yə bunu referansa ötürməli deyildi. Razıyıq. Eyni hücrəni ötürməli deyildi bura. Götür sonra bu hücrəni dəyişəndə bu da dəyişməli deyildi. Amma dəyişmədi. Aydındır məsələ budur. Yox, yəni buraya, yəni bildiyimiz məsələlər, buraya necə intervallar necə bilirdinizsə, eyni məsələdir. Yəni bu çox dərinə getməyə ehtiyac yoxdur. Yəni stringlər nə kimi işləyir, variablelar kimi. Aydındır mı? Ümumiyyətlə stringlər üçün belə bir anlayış var. İndi gəlirəm bura uşaqlar, gəlirəm bura. Belə bir şey yazıram. Yəni məqsəd bu gün yəni yeni mövzuya giriş eləmişəm. Yeni belə olsa, əslində çox içərisində bildiyiniz bir şey də olacaq. Deyirəm ki, olsun test. Aydındır mı? Baxın belə bir şey yarat. Okey deyil mi? Hətta deməli, name 1-im var uşaqlar, adı testdir. Name 2 elə buna bərabərdir. Name 3 adı testdir. Aydındır mı? Ümumiyyətlə stringlər necə işləyir uşaqlar? Stringlər üçün ümumiyyətlə arxada heapdə bir string pool deyilən bir anlayış var uşaqlar. Bir indi kəsişdə ondan burası kəsişməyə yaxşı kəsişməsin. Deyək string pool deyilən bir hovuz, belə bir anlayış var uşaqlar. Əgər bir string təyin eləmişəmsə birinci, bunun dəyəri nədir? Test. Gəlir uşaqlar string pool-a, burada nə yazılır? Onun dəyəri yazılır. Aydın mı? Bunun dəyəri yazılır test. Şey değil mi? Və təbii ki, öz hücrəsi var da. Aydın mı? Növbəti bir dəyişən yaratmışam uşaqlar. Avtomatik olaraq növbəti bir dəyişən hansıdır? Name 2. Name 2 nəyə bərabərdir? Testdə. Yəni əslində name 1-ə. Yəni uşaqlar, burada normalda, əgər 001 idisə və 001 bu bizim birinci dəyişən. Hara bağlı idi? Testdə. Sonra növbəti dəyişən yaratdım da, razıyıq mı? Adı neydi onun? Name 2. Onun hücrəsi oldu 002. Onun dəyəri, o haraya gəlib işarətləyəcək? Bu da var olan testi. Razıyıq. Çünki bərabərləşdirdim axı bir-birinə. O şeydir burası. Sonra nə təyin elədim uşaqlar? Növbəti üçüncü bir dəyişən. O da oldu 003. Ona nə verdim? Heç nəyə bərabərləşdirməmişəm. Bunları heç nəyə mənimsətməmişəm. Nə vermişəm? Yeni bir test dəyər vermişəm. Yəni yeni bir variable yaratsam belə, sırf dəyəri eyni olduğuna görə o gedir string pool-a baxır. Bu hovuza baxır. Yəni gəlib burada yeni bir test yaratmır. Gəlib pool-a baxır. Əgər pool-un içində eyni dəyər artıq varsa, gedib onun yenisi yaratmır, avtomatik bu da gedir nəyə işarətdir uşaqlar? Ya bunu işarət. Yəni normalda burada 2 dənə bunu işarətləməliydi, amma üçüncü eləməli deyildi. Üçüncü ayrı bir variable'dır. Razı? Dəyəri eyni olsun. Yəni uşaqlar, əgər string pool-da eyni dəyər varsa, ikinci kopyası yaradılmır. Razıyıq? Müəllim, test 1 yazsaydıq başqasını yaradacaqdı. Təbii ki, ad fərqlidirsə, test 1. Yes, uşaqlar. Əgər burada gəlib yazsam ki, stringdən name bərabərdir fidan. Hər dəfə yeni bir stringi yaradanda uşaqlar gəlir string pool-a. Varmı burada fidan dəyəri? Var. Yox, avtomatik olaraq neyəcək uşaqlar? Burada fidan dəyərini yaradır. Aydındır mı uşaqlar? Və burada onun hücrəsi gəlib buna birləşir. Okeydir uşaqlar? Yəni dedim filan kəs. Yəni hər dəfə bir string yaradanda əslində gedir string pool-a baxır, yoxsa yaradır. Varsa artıq gedir onu işarət. Aydındır mı? Okeydir burası uşaqlar. Yəni bu stringlərin normalda arkada işləmə prinsipidir. Bunu nə edək? Yadda saxlayaq. Okeydir mi? Bir də sən sual verin. Hipdə olan olsun. Yes, təbii ki. Yes, hipdə birdir. Amma davranışını gördüm ki, əslində value kimləri kimi işləyir. Value kimi işləyir, bunu da yadda saxlayaq. Okey uşaqlar. Yəni stringlər əslində biz proqramımızın içərisində bir neçə karakterdən ibarət olan yazı məlumatlarını saxlamaq üçün nə istifadə edirik uşaqlar? Stringləri istifadə edirik. Aydındır mı? Deyirəm, poem, aydındır mı burası uşaqlar? Yəni bilirsiniz, yəni string data tipi nə üçün istifadə olunur? Bundan artıq giriş eləmişsən. Bu stringlərin uşaqlar üzərində hazır gələn metodlar. Yəni bugün onlardan danışacağıq əslində. Məsələn, stringimiz Word-dür də uşaqlar. Word-ün artıq lens məsələsini görmüsünüz. Çıxacaq ekranda bunun uzunluğu qədər.
Aydınmı? Niyə uzunluğu qədər? Çünki string nədən ibarətdir uşaqlar? String çarların toplusudur. Yəni çar massivdir. Nə edə bilirik? Onun lenzini görə bilirik. Aydındırmı? Lens okeydir hamıya. Lens nəyə göstərir uşaqlar? Stringin içərisində karakterlərin sayı. Aydındırmı? İndi bu biraz böyük ola bilər. İndi belə şeylərsə rahatlıqla hesablaya bilərsiniz. 5 olaraq görəcəyik. Deməli, madəm ki string nələri saxlayır? Karakterlər toplusunu saxlayırsa, biz orada neçə dənə karakter var, onu ilə görə bilirik. Lenslə görə bilirik. Aydınmı? Daha sonra Müəllim boşluğu da hesablayır. hamısı boşluq da bir karakterdir uşaqlar. Aydınmı? Boşluq da bir karakter. Biz onu ən birinci dərsdən bilirik. Aydınmı uşaqlar? Ona görə bura bunu da qoysan, bunu da sayacaq. Okeydirmi? Tamam. Nə olur? Hər halda saymaq üçün bir operation gedir daha. Yəni təbii ki, gəzir üzərində sayını tapır. Okey uşaqlar, növbəti bir metodumuz, word nöqtə gəlin danışaq Clover metodu. Yəni birincisi uşaqlar, siz artıq yəni metodlar mövzusunu keçmiş tələbələrsiniz. Bu üzərində hover eləyəndə çıxan buranı oxumaq lazım. Baxın. Clover'ın üzərinə gəlirəm uşaqlar. Bu string nədir? Geriyə qaytardığıdır. Bu nədir uşaqlar? String klassının içərisindəki metoddur. Sual verir ki, mən hardan bir string klassının içərisində? Məsələn, bu main'i çağırsam, main'in içərisində bax, proqramın içərisindəki deyil. Uşaqlar, bu stringlərin code definition'ına getsəz, görəcəksiniz ki, stringlər nədir arxada? Bir klass. Ona görə string nöqtə qoyub göstərir onu bizə. Aydındır mı? Yəni bunları yavaş-yavaş oxumağa bacarmaq lazımdır. İzah elə bildin fikrimi? Yaxşı. Bəs bu qabağındakı plus 1 nədir? Overloading var. Yəni başqa bir Clover da var. Eyni klassın içərisində başqa bir Clover da var. İndi gələcəm ora. Aydın uşaqlar. Bunu nə edək? Yadda saxla. Yəni bu nə iş görəcək? Demək ki, bu geriyə nə qaytarır? Yeni bir string qaytarır. Ona görə mən bunu gəlsəm bura. Nəyə bərabər bilərəm? Stringdən new ctr eləyə bilərəm. Buna yuxarıdakı 1-dirmi? 1-dir buna yuxarıdakı. Yox, bu artıq fərqli bir dəyişən. Mən gəlib burada Word-ü yazdırsam nə görərəm ekranda? Yəni bunu eminlə böyük yazar. Elə olduğu kimi də görəcəm. Yaxşı, olduğu kimi də görəcəm. Dəyişməyəcəm. Niyə dəyişməyəcək uşaqlar? Çünki bu ayrı bir variable'dır. Bu ayrı bir variable'dır. Okeydir burası. Çünki Clover geriyə nə qaytarır? Yeni bir string qaytarır. Aydındır mı? Yaxşı, burada new ctr'ini yazırsam nə görərdim? Hamısı balaca. Clover nə edir uşaqlar? Bütün karakterləri kiçildir. Artıq lorem olaraq gördüm. Clover metodunu gördüyü iş aydındır. Hə? Hə, gəlirəm oraya, indi oraya gəlirəm. Aydındır burası? Yox, bir dənə şey başa düşür. Əgər bir metod geriyə bir dəyər qaytarırsa, o zaten fərqli bir variable'dır. Biz bundan bayaq danışdıq. Aydındır, baxın, bu geriyə nə qaytarır? Yeni bir string qaytarır. O bayaqki metodda yazır, tapşır. Orada hamısı return eləsəydik, zaten fərqli bir variable'dır. Niyə return eləmədik normaldır? Çünki eyni variable üzərində işləyir. Yaxşı, mən bunu belə də yazsam. Belə yazsam, yaxşı. İndi nə görəcəm? Gördü yazırsam ekrana. Hə. Köynəyi görəcəm, yoxsa nə qaldı? Olduğu kimi də qaldı uşaqlar. Çünki bu artıq ayrı bir variable'ın üzərində işləyir. Aydın mı? Okeydir burası. Ha, tamam, yəni bu məsələləri bilək. Clover metodu okeydirmi hamıya? Aydındır uşaqlar. Keçdi. Uşaqlar, yadda saxlayın, Clover varsa bax burada var. İndi mən birbaşa daha dəyişən mənimsətməyəcəm. Sırf metodun işləməsi birbaşa konsol ayətlərinin içərisində yazılır. Aydındır mı? Word nöqtə uşaqlar var bizə Twapper metodu. Sizə Twapper nə iş görər? Hamısını böyük eləyəcək. Aydındır mı? Normalda nə edirəm? Normal görürəm. Bir sizə bunu bir dəyişən mənimsətsəm bundan fərqlidir. Yaxşı? Niyə? Çünki Twapper nə edir uşaqlar? Geriyə nə qaytarır? Geriyə string, yeni bir string qaytarır. Aydın, ona görə burada olan stringlə buradakı stringin arasında heç bir fərq yoxdur. Aydın, bu uşaqlar nə kimi yerdə lazım olur? Bilirsiniz, məsələn, atıram, search saytlar, search sayt deməyin, hansı bir saytda search falan var da. Məsələn, Instagramda bir ad yazırsınız, aydın mı? Məsələn, yazır sonra lorem, aydın mı? Məsələn, lorem yazırsınız. Götürür orada buradakı yazını, gedir bazaya. Aydın mı? Gedir uşaqlar, bazadakı axtarır, bazada lorem var mı? Varsa onu tapır, çıxardır sənə qabağa. Bunların inşallah tərlisin sonu, bunların hamısı saydın olacaq. Aydın, yaxşı. Mən loremi kiçik ilə yazmışam, bazada böyük ilə yazılıbsa. Sizə bunu tapmalıdır ya yox? Tapmalıdır. Nə olsun kiçik ilə yazılıb? Aydın mı? Yəni, nə olsun ki, mən gəlirəm bura, if yazıram, Aydın mı? Deyirəm ki, dəyərim loremdir. Lorem. Aydın mı? Gəlirəm, bərabərdirmi Word-də? Sizə bu nə qaytarar? Hal-hazırda nə qaytarar bu?
False qaytarar. Mən bir şey demədim sizə uşaqlar. Normalda pool var, string pool. Əgər burada test kiçiklə yazılan varsa, burada böyüklə yazılan artıq fərqlidir. Fərqli bir dəyişəndir. Aydın nə demək istəyirəm? Yəni burada böyük bir test olsa, Ramil gəlib onu eləyəcək. Yəni key sensitivdir də, aydın ayrı bir testi yaradacaq. Ona görə bunlar sizə burada true qaytarar, bu yoxsa false? False, çünki bunlar fərqlidir. Artıq bu kimi hallarda ya bunun ikisini də nə eləyəcəksən? Hər ehtimal true over eləyəcəksən. Aydın ya da nə eləyəcəksən? Hər ikisini ya ikisini kiçildəcəksən ya da hər ikisini böyüdəcəksən də. Aydındır mı? Artıq bu halda nə eləyəcək uşaqlar? Bizə okey qaytaracaq. Yəni ifin içinə girəcək. Çatdı nə kimi yerlərdə bizə lazım olur? Aydındır mı? Yəni ya ikisini də böyüdəcəksən, ya ikisini də nə eləyəcəksən? Hə. Yox, onlar normalda bax, elə bir ki, sənə nəyə oxşuyur? Yəni mən əlimdə loremi saxlamışam özümdə. O yer balacadır, biz onu keçməmişik hələ. Orada loremi kiçiyi ilə saxlamışam. Sən mənə loremi böyüklə göndərsənsə, mən normalda sənə nə qaytarmalıyam? Var deməliyəm sənə, yoxsa yoxdur deməliyəm? Normalda deməliyəm də, çünki nə olsun mən kiçiyi ilə saxlamışam, sən mənə böyük yazıb göndərsən. İzah edə bildim ki, bax, normalda bu pulda ayrıdır, eynidir, yoxsa əgər eyni bir pulda fərqlidir, ayrı-ayrıdır. Çünki burada bu biri M hərfilə. Amma səndən bu soruşulanda sən bunu qaytara bilərsən. Qaytara bilərsən çünki eyni şeydir, bu sadəcə hərfin biri böyükdür. O kimi hallarda ya ikisini kiçildəcəksən, ya ikisini böyüdəcəksən. Amma sənə sualıma gəlsə, ya bunlar ikisi də bir string olaraq saxlayırıqsa, buna bu fərqlidir. Zaten bu fərqli olmasaydı biz bunu belə yazmazdıq. Yaxşı, sizə girər indi ifin içərisinə. Girər, girməyəcək. Çünki bu balaca loremdir. Burada ən azından 2 dənəsi karakter böyükdür. Ona görə girməyəcək. Yəni sən sualıma cavab tapdın düşünürəm. Yəni ayrı-ayrı dəyişənlərdir, ayrı-ayrıdır. O sadəcə ayrı kimi görmə deyə. Deyirəm ki, onları ayrı kimi görmə. Aydınmı? Görmə onları eyni kimi gör. Okeydir uşaqlar. Ümumiyyətlə, bu mövzu açılmış yəni uşaqlar. Biz stringləri, gəl burada lorem göstərmək üçün bərabər yazsan Word. Nə görəcəm ekranda? False görəcəm də. Razıyam mı? Stringlərin bərabərliyini belə yoxlayın. False bildizə niyəsin artıq qoydum kənara. Belə yoxlaya bilərsiniz bərabərliyi. Daha sonra uşaqlar stringlərin equals metodu var. Məsələn, gəlib deyə bilərsiniz, console write-line yazdır. Word, nöqtə uşaqlar equals metodu. Equals. Deyir, mən nəyə bərabərliyimi yoxlayırsan? Deyirəm, loremə. Yaxşı, nə görərəm ekranda? False görəcəm. Çünki bu nədir? Bu word lısı böyüdür. Burada hamısı kiçikdir. Ona görə gəl nə edəcəm? False görəcəm. Hə? Yox, equals deyir ki, mən götürürəm bunu, yoxlayıram buna bərabərdirmi? Yəni equals metodunu artıq sən bizə deyir. Equals nə iş görür? İki dəyər bir-birini yoxlayır ki, hayırsa bərabərdirmi ya yox? Aydındır? Yəni biz sizə bunu operatorla da yaza bilirik. Bir də nə ilə öyrəndik? Metodla da öyrəndik. Hə. Bir an deyil. Müəllim, biz burada elə bir bu equals boolean kimi function gəlir. Sən oxu bunu. O üzərinə hover elədim, oxu bunu. Nə qaytarır geriyə? Oldu bu. Bu qaytarır. Demək ki, bu metod yəni bir şey bərabərdirmi, deyilmi? Təbii ki, bilsin nədir? True false-dur. Aydınmı? Sual verə bilərsiniz, məsələn, belə də yoxlayırıq, belə də yoxlayırıq. Bunların arasında nə fərqdir, nə kimi fərqlər var uşaqlar, aydınmı? Normalda tutaq ki, stringim null, deyirəm ki, null bərabərdirmi? Yuxarıdakı word-ü. Sizə xəta verər bu. Null nədir uşaqlar? Mövcud deyil də. Bu xəta verməyəcək uşaqlar. Aydınmı? Okeydir, mən burada belə yazsam xəta verməyəcək. Hətta gəlin belə bir şey deyək də. Burada ikinci bir dəyişən yazaq. Stringdən deyək ki, olsun word 2. Bərabər olsun balaca lorem. Aydınmı? Belə bir şey yazaq. Deyək ki, və equalsın içərisində nəyə göndərəcəm? Word 2. Nəsə dəyişdik sizin. Nə yoxlayır bu? Götür bu buna bərabərdirmi? Nə qaytaracaq bizə? False. Razıyıq burasına. Yaxşı, bunu bildik. Bunu qoydum kənara. Bu kod səhətə xəta verər bizə. Yox, null word-ə bərabərdirmi? Word null'dır mı? Yox. Nə zaman true qaytarardı bu? Əgər bu da null olsaydı. Yox, boş yox, bu da null olsaydı. Boşluq da bir karakterdir bizə. Yox. Yox, yenə. Yox. Yəni, aydın da burası. Bir də bu, siz və hələ bura fokuslanın, indi onu gəlib yoxlayarıq. Aydın da burası. Nə qaytarar? True qaytarar, yoxsa yox? Girər ifin içərisinə. İfin içərisinə girəcək. Məsələn, mən bu simvolları görəcəm. Gəl baxsa, simvolları görəcəm. Aydın. İndi deyirsiniz ki, bu deyirsiniz nulla bərabərdir. Baxaq.
deyil. Aydınmı? Null deyil. Yaxşı uşaqlar. Aydınmı uşaqlar? Bu bildik. Okey. İndi yaxşı sual verə bilərsən. Müəllim indi bununla, yəni equalsa normalda bu bərabər yoxlamağa nə fərqi var? Uşaqlar equalsa əgər equalsa birinci verdiyim bu dəyər var ha word. Null olsa kodun partlayacaq. Sən null'ı neyəsə bərabərliyini yoxlaya bilməzsən. Yəni burada sən nə deyirsən? Olmayan bir şey word'a bərabərdirmi? Ona görə nə edəcək uşaqlar? Xəta verəcək. Biz xətaları keçməmişik. İndi gələcəkdə bundan danışacağıq. Aydındır? Yəni bu işarə ilə belə operatorla yoxlamaqla equalsa yoxlamaq okeydirmi? Aydın uşaqlar. Yəni niyə? Bu artıq ola bilməz? Null ola bilməz. Amma bu null içəridəki null ola bilər. Məsələn, bunu qaytarsaq, aydın bura gəlib deyirəm ki, lorem, aydınmı? Amma bunu eləyəcəm null. Siz equals xəta verər, aşağıda yazdığım. Sizə bu xəta verər. Burada gəlib nə deyəcəm? Xəta verər bu. Belə olanı verməyəcək. Çünki əsas budur. Bu null'dır mı? Yox, null deyil, amma bu null'dır. Amma indi xəta nə qaytaracaq sadəcə? Sadəcə false-u qaytaracaq. Yəni deyir ki, lorem false, lorem null'a bərabər deyil. Amma null filan şey bərabərliyi yoxlayanda partlayır. Yaxşı? Çünki olmayan bir şeyin neyəsə bərabərliyini yoxlaya bilməzsən. Aydın bax, olmayan bir şeyin neyəsə bərabər. Bax, heç nə yoxdur. Deyirsən ki, bu filan şeyə bərabərdir. Deyir, nə danışırsan? Yoxdur axı o. Bir də var ki, var bu. Deyirsən, bu ona bərabərdirmi? Deyir, yox. Yaxşı? Yəni burada məsələ tək məsələ budur. Çox dərinə fikir getməyə ehtiyac yox. Aydın? Yəni bu artıq mövcud deyil. Şeydir uşaqlar, null mövcud deyil. Equals aydındır mı uşaqlar? İndi bir məsələ var burada, bir məsələ. Normalda biz gözləyərdik ki, bu bizə nə versin? Yox, ikisinin bərabərliyi bizə nə versin gözləyərdik. Yəni false normalda, amma loremdir ikisi də. Nə qaytarmağa daha məsləhətli olar? Yəni true. Razı? Çünki ikisi də nədir? Sadəcə karakter məsələsi var da uşaqlar. Aydındır mı? Burada onu dəyişə bilirsiniz. Məsələn, equals üzərinə gəlsin, üstünə overloading var. 5 dənə overloading. Aydındır mı? Amma demək istəyirsinizsə ki, yaxşı, burada bir-birinə bərabərliyi necə yoxladıq ki, məcbur true elədik onu? Hər ikisi ya kiçik elədi, ya da böyük elədi. Uşaq eyni məsələ burada da keçərli. Siz gəlib burada deyə bilərsiniz ki, burada uşaqlar string comparison dəyəri var. String comparison dəyəri var. Nöqtə ignore ordinal case var uşaqlar burada. Ignore ordinal case. Bunu yazsaz, bu o deməkdir ki, uşaqlar. Artıq equals metodu neçə dənə dəyər ötürdünüz? 2 dənə. 1. Nəyə bərabərliyini yoxlamaq üçün uşaqlar. Bir də indi bu enamda bunu keçməmiş, gələcəkdə keçir. Bu yazılış o deməkdir ki, sən bunları bir-birinə bərabərliyini yoxla. 2 sensitivi aradan qaldır. Baxma böyük kiçik məsələsinə. Ona görə avtomatik nə verəcək bu? Yes, avtomatik bu nə verəcək uşaqlar? Avtomatik true verəcək. Aydın? Yes, zaten false qaytardı və bundan danışmışdım. Aydın uşaqlar. Bir şey dediyim burada gələcəkdə. Mənim burada niyə 5 dənə overloading oldu ki? Yəni ki, karakterə görə dediniz ki. Yəni equals metodun 5 dənə elə arxada 5 dənə equals metodu. Yəni ki, loremdə 5 dənə karakter var. L, O, R. Yox, overloading mövzumuz nə idi bizim? Orada bizdə metodlar eyni adlaydı, amma fərqli imzaları var. Ha, okey. Ay, sonrasını düzgün. Yəni demək ki, 5 dənə equals metodu var, imzaları fərqlidir. Zaten eyni imzanın ikinci metod yazan var amma. Aydınmı? Yəni özün o sualıma cavabladın. Uşaqlar, aydınmı burası? Bir şey deyəcəkdim uşaqlar. Bu yazılışı biz məcbur necə true elədik? Ya ikisini böyük, ya ikisini kiçik. Uşaqlar, equals bundan çox sürətli. Kimsə sizə desə ki, bir stringin bərabərliyi equals-la yoxlayır. Yoxsa hər ikisini tuhaf uşaqlar, yadda saxlayın equals daha sürətli. Hətta deyərim 2 dəfəyə var. Yəni bundan digərinə sürətli. İndi sual versə o sürətli nə deməkdir? Uşaqlar, yaddaşı falan istifadə edən, memory allocation deyilən bir şey var. İrəliyən dərslərimizdə onun testini eləyəcəyik. Aydınmı uşaqlar? Hələ ki belə yadda saxlayın. Yəni mövzumuz stringlərin metodları. Sadəcə biz burada metodlarla tanış oluruq. Sual yoxsa burana davam edirəm. Okey. Gəldik. Bu tuhaf buraxılan qayıdacam. Hətta gəlin belə bir şey eləyək də. Bunu buradan silirəm. Ehtiyac yoxdur. Hətta qalsın. Yeni bir dəyişən yaradıram. İnanmır. Ümid edirəm gedir. Qoyadım o kənara. Yaxşı. Onu əzbər yadda saxla dedim, çünki onları keçməmiş. Okeydir uşaq, davam eləyək də. Gəlin belə bir şey eləyək. Name deyək. Deyirəm ki, isim. Belə bir adı qoydum. Ağlıma bu gəldi. Okeydir mi? Deyirəm ki, console outline-a name nöqtə nə yazır? Tuapper yazdır. Nə edəcək? Bütün karakterləri böyük eləyəcək. Bunu F5 eləsə uşaqlar. Gəl baxsaq. Yəni, nə itirmiş oldu burada əslində? Yəni, normalda isimdə i, normalda ingilisində i yoxdur da mən bildiyim.
Aydındır mı? Yəni məsələ nədir uşaqlar? Yəni biz burada itiririk. Yəni o default olaraq culture deyilən bir şey var. Kompüterdə özün başa düşdük. Culture uşaqlar yəni dil mədəniyyəti. Nə ilə işləyir bu? İngilislə işləyir. Aydın yəni ignore eləyir də sənin fikrini. Yəni iyi ignore elədi, öz istədiyi kimi davrandı, onu elədi ı kimi, böyük ı kimi. Aydındır mı? Məsələn uşaqlar var bizdə tuapper var. Bir də bu işi görən tuapper invariant. Bu metoddan invariantı var. Tuapper, baxın bu metoddan invariantı var. Daha mən bunu tuapper'ın üzərindən göstərirəm. Clover'da eləməyəcəm. Eyni şey nədə də var? Clover'da da var. Aydındır mı? Gəlsəm hal-hazırda run eləsəm uşaqlar ikisində də. Yəni tuapper'da var, tuapper invariant da var. Yəni əsas məsələ nədir uşaqlar burada? Tuapper'la. Yəni nə iş görür tuapper'da? İkisi də böyüdür də karakterləri. Aydındır mı? İkisi də böyüdür. Prosta bir məsələ var uşaqlar. Bu tuapper invariant culture-ya qulaq asmır. Yəni sən kompüterində dil mədəniyyətini dəyişsən belə, aydın tuapper invariant yenə öz bildiyi kimi davranacaq, nə edəcək onu? Bu kimi eləyəcək. Aydındır mı? Yəni qulaq asmır. Amma bu tuapper uşaqlar bir kalsa verə bilirsən. O kalsa dediyim bir klassdır. İndi onu göstərəcəm. Bu saat indi yadda saxla, gələcək mövzu. Yəni sən burada bir kalsa info, yəni bir mədəniyyət, dil mədəniyyəti yarada bilərsən. Məsələn, mən gəlib bura deyəcəm ki, newlayacağam bunu. Newlayacağam. İndi bundan danışacağıq nədir? Klasslar mövzusunu keçəndə deyirəm ki, olsun az. Buna verəcəm, yəni Azərbaycan. Anladın mı? Belə bir şey verəcəm. İndi gəlirəm uşaqlar. Bu tuapper'ın neçə overloading var? Hətta birini istifadə eləmişik, bir dənə də varıdır. Aydındır mı? O bir dənə, məsələn, gəlsə bura virgül qoysa, bizə nə istəyir? Culture istəyir. Mən də bir culture yaratdım da. Batayım ki, mən sənə bir variable istəyirəm. Tipi nədir? Culture info. Mən də bir culture info yaratmışam da burada. Aydındır mı? Mən deyirəm ki, ala, nəyi göndərəcəm ora? Culture-nı göndərəcəm. Aydındır mı? İndi gəl bir dənə baxaq. Gəl baxsaq. Hə, burada niyə görmədim mən bunu? Yes, burada şeydə dəyişmək lazımdır. Yox, string yox. Normalda console, output, encoding bərabərdir. Yes, encoding nə idi o? UTF-8. Encoding mənə encode lazımdır. İstəyəm mənə yox, bu deyil. Encoding yəni encoding yes, nöqtə Unicode yazsam və yaxud Unicode-la davam eləsək, görək dəyişə biləcəkmi? Yes. Yəni burada sadəcə nə edirəm uşaqlar? Mənim məsələ nədir? Məsələni cümləmi yekunlaşdıracağam, onu yadda saxlayın. Burada elədiklərimi kənara qoyun. Məsələ nədir uşaqlar? Eyni işi görən tuapper'ımız var. Bir də nəyimiz var? Tuapper invariantımız. İkisi də nə iş görür? İkisi də normalda böyüdür karakterlər. Amma uşaqlar, normal tuapper nə edir uşaqlar? Dəyişdiyin culture-a qulaq asır. Yəni sən culture verirsən ona, yəni demək deyirəm ki, culture olsun Azərbaycan dili və avtomatik olaraq o mədəniyyətə qulaq asır. Necə görürsə iyini, elə il kimi də nə edir? Böyüdür. Aydındır mı? Amma tuapper invariant nə edir uşaqlar? Onu dinləmir. Okey deyilmi? Yesmin bu iki kod sətirdəki uşaqlar sadəcə bir output-u dəyişdim ki, yəni görə bilək də konsolda nəticəni. Burada da yeni bir culture yarat. Yəni yekun olaraq sizdən istədiyim kimsə sizə hələ ki sual versin, bunları test eləyəcək. Tuapper'la tuapper invariantın fərqini nə edək? Başa düşək. Aydındır mı? Hə. O normalda öz bildiyi kimi işləyir. Yəni invariant kimi işləyir. İnvariant kimi işləyir. Elə getsin. Yes, gedəcəksən. Hə, yəni deyirsən ki, yoxdur uşaqlar normalda indi istifadə olunan region falan məsələsi də var. Onlar hamısı da aiddir ora. Yəni bild ki, bunun normalda bunun overloading normalda yox idi. Aydındır mı? Amma burada overloading var. Yəni fərqli bir anlayışla yaradıb ediblər, qoyublar. Hə. Yəni senin strukturunu dəyişmək. Hə, dəyişmək olar. Onu da dəyişmək olar. Yes, yəni yeni bir culture yaratdım. Dedim ki, mən toxunmayın dediyim yerlərə gəlib özünüz elə bir qəsdən toxunursunuz. Bu da sizi beyninizi yandırır. Eləməyin elə bir şey. Mən sadəcə dedim ki, yekun olaraq siz o culture bərabər new culture-ı yaddan çıxardın. Keçməmişik uşaqlar, bilmirsiniz. Prosta invariantla tuapper'ın fərqini bildinmi? Onu yadda saxla, bu günlük kifayətdir. Mən lazım olanda o nədir, necə yəni, bu nə deməkdir, bu new nə deməkdir, culture info nədir? Bizim bir növbəti dərsimizdir. Yaxşı, səbirli olun. Aydındır mı uşaqlar? Yaxşı, prosta da eyni məsələni Clover'sını yazmıram da. Clover'ın da nəyi var? Bir də Clover invariantı da var. Aydındır mı? Bunları nə edə bilərsiniz? Görə bilərsiniz. Filan sualın var idi, yoxsa?
Bəli, müəllim bizdə overloading bir dənə bu metodlarda olmurdu. Yəni bu hissədə tam anlaya bilmədim. Çünki mən də bilirdim metodlarda olur o sadəcə. Metoddadır yenə. Amma biz burada sadəcə orada yazmışdıq. Hansıydı bizdə? Filan bu Orada orada 5 dənə çıxırdı, 5 dənə overloading. bax yeni şey görsəm, bu overloadingdir də. Uşaqlar. Filan bu bayağı da soruşdun, eyni sualdır. Bu çıxan buradakı bu 1-2 var ha uşaqlar plus. Bunlar nədir? Overload. Bu nə deməkdir? Yəni Tupper metodundan arxada neçə dənədir? Bu imzalar var. Bu imzasında, yes, bu imzasında heç nə yoxdur, amma bunda nə var? Bu bir kalç hissədir bizdə. Aydındır mı? Yəni o deməkdir ki, string klassının içərisində neçə dənə adda metod var? Tupper adında neçə dənə metod var? 2 dənə. Əgər 5 çıxırsa demək ki 5 dənə. Yaxşı? Yəni 2 dənə variable qura əlavə eləməliyəm, belə çıxır yoxsa? Yox, sənin problemin artıq görürəm ki, metod mövzusunda. Uşaqlar, bir metoda nə qədər parametr əlavə eləmək lazımdırsa, onu özü göstərir bizə. Bu deyir ki, mənə nə etməyəcəksən? Heç nə əlavə eləməyəcəksən. Aydındır mı? Amma bu deyir ki, mənə heç nə əlavə eləməyəcəksən. Amma bu nə deyir? Mənə info. Neçə dənə dəyərli? Bir dənə. O hara baxılır? Metodu çağırandakı içərisinə baxır. Aydındır mı? Bir sum metodu yazmışam, 2 dənə integer istəyir. Mən gəlib 15 dənə göndərirəm. Niyə 2 dənə göndərirəm? Çünki məndən 2 dənə istəyir. Aydındır mı? Bəs o niyə 2 dənə istəyir? Niyə misal üçün 3 dənə istəmir? Amma mən yaratmamışam. Amma sağ olsun yaradanlar elə yaradıb qoydu. Çünki öz Yəni sistemdə özü elədi. Hə, mən də bilirdim orada sadəcə biz bu type C# üzərinə gəlir. Aydın mı? Mən görsən buralarda heç yerdə Tupper aşağıda metodu yazmamışam. Yəni hazır metod kimi istifadə edirəm. Hə, başa düşdüm. Hə, aydındır uşaq, hə. Alqoritm yazılır. Yes, o çək. Yəni o sırf ilk hərfini böyüdəcəksən, böyüdəcəksə o ayrı bir string olacaq da, yəni. Yoxsa alqoritm eləyəcəksən. Aydın mı? Kəsib parçalayacaqsan, sıfırıncını götürüb nə edəcəksən, clover eləyib birləşdirəcəksən yerdə qalan. Yaxşı? İndi gəlirəm bu stringlər metoddan keçəndən sonra bəlkə ona uyğun, sənə lazım olan metodları görərsən bəlkə. Aydındır mı? Hə. Nə bizə bir şey verir ki. Bəlkə dəyişərsən. Bəlkə mən də Azərbaycanda belə istifadə, bəlkə Amerikada fərqli işdir. Normalda baxır indi konteyner öz şeyinə də, aydındır mı? Yəni normalda öz strukturuna hal-hazırda nədir? Bəlkə başqa bir regionda başqası ilə işləyir. Yaxşı. Okey, davam eləyək uşaqlar. Davam eləyək. Keçək. Məsələn, bunu artıq silirəm. Başqa bir metoddan. İndi yadıma düşdü bir metodlar düşsün. Console write-line. Keçək word uşaqlar .replace metodu. Gəlin bu replace məsələsinə. Baxın uşaqlar. 4 nə deməkdir? Bunun 4 dənə overloading var. Və bunun içində oxumalılar. Birinci o hamısı keçməyəcək. Bəzilərini keçsəm. Deyir ki, mənə burada mənə bir char ver, bir də təzə bir char ver, mən gəlib ondan dəyişim. Aydın mı? Məsələn, mən deyirəm ki, get eli nə ilə dəyiş? Tutaq ki, t ilə dəyiş. Aydın mı? Nə deməkdir bu? Gedəcək nə edəcək uşaqlar? Loremi, buradakı lorem olacaq t ilə olacaq. Və ekrana yazırsam, torem. Belə bir adı olacaq. Aydın mı? String istəyirdi. Char istəsəydi char verərdim. String istəyirdi. Aydın uşaqlar. Okey değil mi burası? Yəni replace adı üstündə nə edir? Dəyişir. Deyir, nəyi dəyişir? Deyirəm, get yuxarıdakı el karakterini nə ilə dəyiş? T ilə dəyiş. Aydındır mı? Daha sonra uşaqlar, bunun overloadingi çoxdur. Məsələn, gəlsəz bura, söz olaraq da verə bilərsin. Yəni normalda gəl bura, məsələn, bu nə ilə istəyir? Charla işləyir də burada. Aydındır, burada charla işləyir. Gəlsən bir dənə baxsan, yes, string olan da var. Biz əslində işlətdiyimiz bəyan nə idi? String idi. O tək dırnaqda yazsaydı nə olacaqdı? Aydındır mı? Okey. Yəni bu burada bu yazdığımız nədir? Bu stringdir. Amma onu belə işlətsəydim, el işlətsəydim bunu, tutaq ki, yes, string bir karakter dəyişsənsə budur. Yəni bu string kimi görür. Bu da amma əslində eyni output verir də bizə. Yaxşı? Amma sən düzgün istifadə edir. İkisi də işləyir, amma stringdə elə bir məsələ var ki, stringdə sən deyə bilərsən, get la-nı tap və yaxud da lo-nu tap. Aydındır mı? Ta-la dəyiş. Aydın nə demək istəyir? Çünki stringdə bir neçə karakter yaza bilirsən. İzah edə bildim fikrimi? Artıq bu kimi yerdə lazım. Bu artıq gəlib eləyəcək. Lo gördüklərini ta-la eləyəcək. Aydın nə demək istəyir? Okey, bunların fərqlərini eləyək. Qatsaq. Ya və birisi replace oxusa, geriyə bir string qayıt. Əgər bunun bir variable mənimsətsəm, bu word-dən fərqlidir. Yaxşı? Çünki geriyə yeni bir
variable qaytar. Okey. Daha sonra stringləri birləşdirmə metodu siz əslində biz iki toplayanda birləşirlər. Bir string olsa burada word 2 olsa bərabərdir. Olsa onun dəyəri ipsum. Aydındır mı? Ipsum olsa bunları birləşdirmək üçün mən nə edə bilərəm? Plusla birləşdirə bilərəm də. Word plus nə edərəm? Word 2 eləyərəm. Bu da birləşdirir. Və yaxud da nə bilim string interpolation'la yazaram. String interpolation'la necə yazırdı? Dollar qoyub scope'un içində yazırdıq ki nə yazırdıq? Word. Burada nə yazırdıq? Deyirik ki Word 2. Burada deyirik ki dırnaq qoymamışıq. Word 2. Stringin dırnaqlarını bağlamaq lazımdır. Bu yazışlar okeydir sizə. Böyle bir şey yazabiliriz. Razıyıq mı? İkisi də neyini birləşdirir. Amma bu aşağıdakı niyə rahatdır? Eğer bura boşluq qoysam bu boşluq kimi görür. Amma yuxarıda boşluq qoymasını eləmərsən, plus eləməlisən bir dənə boşluq da. Yes, aydındır mı? Böyle bir şey görəcək. Okey mi? Yəni stringləri belə birləşdirə bilirsiniz. Bunu bilirik. Çünki stringləri toplamaq olur. Toplayanda nə olur stringləri? Yapışırlar, birləşir. Okey, gəldi. Neyniyək indi? Bir də bunun uşaqlar concat metodu var. Ayrıca bir metoddur. Konsola outline edirəm ki Word 2 nöqtə ümumiyyətlə stringlər içindədir. Yəni string nədir? Çağırın bir klassdır da. Var, arxada var, C#'da var. Bunun uşaq nöqtə concat metodu. Concat metodu deyir ki, bunu kimi oxuyar mənim üçün? Paramsdan mənə nə ver? Stringdən bir massiv ver. Mən onları nə edəcəm? Birləşdirəcəm. Məsələn, mən deyirəm ki, params nə edir? Vergül ilə qoymaq istəyir. Bizə rahat yaza bilir. Deyirəm ki, get sən Word-ü nə ilə birləşdir? Word işlə. Params mənə nə üstünlük verir? Vergül qoyum, istədiyim qədər string yazdım. Amma mən deyirəm, yox, əlimdə 2 dənə var. Ekranda nə görərəm? Yes, ikisi nə edəcək? Və burada birləşdirdiyimiz kimi nə edəcək? Bunları birləşdirəcək. Gəl baxsaq, götürüb Word-lə, baxın, Lorem-lə ipsumunu nə ilə birləşdir. Bu 2 dənə haradan çıxdı bizdə? Hə, burada 2 dənə şey yazdım. Bunları çıxardım. Müəllim, params yazmaq lazım deyil idi orada. Metoda mövzumuza bax. Params metod yaradıldığı yerdə göndərilir. Çağıranda istifadə olunmur. Aydındır mı? Demək ki, filan arxada kimdir yazıbsa bunu nə ilə yazır? Paramsla yazır. Aydındır mı? Deyib arxada bunu paramsla yazır. İnanmırsan ki, mənə desən, bax. Yəni, normalda burada da göstərmir. Nəm, geçsək bunu içəri. Bilməm, Visual Studio yox. Məsələn, Rider IDE falan var, orada göstərir. Burada görmədim. Burada görmədim. Burada yəni source tam olaraq bu deyil. Amma zaten çağıranı görürəm də bunu mən. Bəlkə biz burada başqa bir overloading istifadə eləmişik. Bəlkə bu varıdır. Artıq biraz da şey eləsəm, məsələn, gəlsəm, yoxsa yox bu uzanır, yəni demək ki, paramsla yazır. Neyse, onun üstünə overloading var. Bunu gəlsən, read-only spawnlara falan. Bir dənə də yaza bilsən. Yox, yenə zaten uzanır. Yəni, çünki zaten burada yazanda sənə deyir ki, belə yaz, output-u üçünü birləşdirəcək. Onunla yazmışsan, onu birləşdir. Əgər buraya yazmışsansa Word, deyirəm ki, Word 2, bir də deyirəm ki, Cavid. Aydındır mı? Nə eləyəcək uşaqlar? 3 dəyəri bir-birinə götürüb birləşdirir. Aydındır mı uşaqlar? Yəni, concat metodu nə eləyir? Deyir, mənə istədiyin qədər string ver, mən onları götürüb nə eləyim? Birləşdirin. Neyin? Code definition. Yox, yəni ki, belə bir göstərir. Okey, amma yazdığında göründü orada paramsdan massiv istəyir. Aydındır mı? Aydındır uşaqlar concat metodu. Okey, yəni bu kimi çox istifadə eləmirik. Zaten varsa belə bir string interpolation yazılır və yaxud da az bir karakter isə toplaya da bilərik. Tamam, keçək stringlərin başqa bir metodu. Nələrin? Zaten o da arkada gedir eyni işi görür. Zaten gedir o da arkada eyni işi görür. Bu çıxardıblar onu ayrıca bir metod. Aydındır mı? Deyək, keçək stringlərlə davam eləyək. Deyək ki, məsələn, Word 2 görək index of metodu. Aydındır mı? Index of metodu uşaqlar deyir ki, mənə bir indeks ver, mən bir dənə karakter ver mənə çar olaraq. Mən onun sənin indeksini tapım. Yeni indeksin sədir burada. 0, 1. Gəl baxsam. 0, 1. Uşaqlar, olmayan bir şey verək ona. Gəlsən bura. Ctrl F5 edəcəm. Olmayan bir şey uşaqlar nə qaytaracaq bizə? -1 qaytaracaq. Aydındır mı?
Əgər indi bunun üzərində bir operation eləmək istəsən, əgər verilmiş stringin içərisində A yoxdursa, əgər index of neçəsə nə yazacaqsan? Bərabərsə -1-ə, demək ki, yoxdur demək. Aydın nə demək istəyirəm? O üsulla, yəni index of nə edə bilər? Yoxlayar. Bir də uşaqlar, burada tutaq ki, deyirəm ki, bir P olsun, bir də sonda P olsun. Bu da balaca. Bu birinci hansını götürəcək uşaqlar? Bu ilk rastladığını götürəcək. İlk rastladığını indeks neçədir? 1. Onu uşaqlar bunu eləsəz ki, last index of. Bu nə edəcək uşaqlar? Sondan da neçədirsə mən saymadım. Saydısa onu nə edəcək görmüş. Aydınlar uşaqlar bu iki metod. İki metodu da belə eləyək. Yadda saxlayaq. Okey, gəl. Yaxşı da indi otur mən də bir-bir sayım onu. 0, 1, 2, 3, 4, 5. Yəni normal sayır. Yəni sıfırdan sayır. Yəni bu ən axırıncı verir. Sən fikirləşin ki, arxadan 1-2 sayasın. Okey, uşaqlar. Stringlərin nöqtə compare metodu. Aydın stringlərin nöqtə compare metodu. Deyirəm ki, console write line-a string nöqtə compare. Compare hərfi mənası nədir ingiliscində? Müqayisədir, aydın. Deyirəm ki, hələ burada yazıram. Loremlə nəyi müqayisə elə? Loremi müqayisə elə. Sizə compare üzərinə gəlsəm, baxın, bayaq equals var idi. Equals true false qaytar. Buna qaytar. Integer. Və burada 3 dənə integer var. 1, 0 mənfi. Aydın mı? 1, 0 mənfi. Və onun üçün aşağı bax, aşağını oxuya bilərsən. Normalda burada neyini izahını göstərir. Və bunun üzərində burada aşağıda description'da çıxır, nəticə çıxır. İndi məsələ nədir uşaqlar? Bu götürüb uşaqlar, gəlin belə bir şey eləyək də, gəlin belə bir şey eləyək. Burada deyək ABC. Burada deyək ki, BC. Okey, deyil mi? Yəni müqayisədir üstündə. Aydın mı? Bura gəlsək, müqayisə nədir? Hansı böyük, hansı kiçikdir? Bura gəlsək uşaqlar, biri görürsünüzsə, burada nə gördük? -1 gördük. Aydın, -1 demək ki, uşaqlar, normalda hansı böyüdür kimi çıxır bizə? Birinci dəyər, yes, nə oldu? Kiçik oldu, yox, əslində kiçik olmur. Gəl belə bir şey eləyək də. Yes, aysa bura gəlsə belə yazsa indi nə görəcəyik? Bir dənə baxaq buna. Bura qaytarsa 1 görəcək. Aydın mı? Prosta bunun şeyinə baxmaq lazımdır, buranı oxumaq lazımdır. Əslində burada bit falan məsələsi var. İndi arxada hansı məntiqlə işləyir? Burada da heç belə oxunalıdır yaz. Bunlar normalda sort eləmə məntiqlə işləyir. Uşaqlar, sort eləmə məntiqlə işləyir. Yəni indi belə bir şey eləyək. Biz ki, sortdan hələ danışmamışıq. Yox. Gəlin bunu necə bir example verim ki, sizə tam olaraq başa düşəsiniz buna. Normalda 1 qaytarırsa, birinci ikincidən böyük olur. Məsələn, bunu eləsək ABC-dir. Bunu eləsək ABC. A tutumumuz bizim nə olmalıdır burada? Gəl baxsa, 1-i görəcək. Niyə? Uşaqlar, normalda bundan nədir? Yes, belə bir şey yazmalı ki, böyükdür. Yəni, bu sort məntiqlə işləyir. Arxada, sort məntiqi də nədir uşaqlar? Əslində nədir? Əlifba sırası falandır. Neysə, sort eləyirsən böyükdən kiçiyə. Məsələn, rəqəmləri sort eləmək olur böyükdən kiçiyə. Amma stringləri necə sort eləyirsən? Əlifba sırası. Ona görə burada birinci bir karakteri ABC sıra düz gəlir. Normalda bu D ondan digərindən böyük olduğuna görə bizə nə verir uşaqlar? 1 verir. Əgər bərabərdirsə, nə verəcək uşaqlar? 0 verəcək. Kiçikdirsə nə verəcək? Kiçikdirsə mənfi verəcək. Deməli, ABCD nə yazar? Belə. ABCD belə. Buna nə yazar? Yes. Gəlsək bura. Neynir o? C baxır da uşaqlar. Karakter baxır da. Karakter, məsələn, buradakı A, buradakı Z. Z böyüdür da uşaqlar aldı. Yox. Z böyük. Yes. İndi burada nə qaytardı? 1. Niyə? Z normalda əlifba sırasında şeydən nədən böyüdür? A-dan böyüdür. Nə? O yenə nəyə baxır səncə? Yes, o normalda karakter yoxdur da. Gəl baxsaq, nə qaytardı bizə? -1 qaytardı. Normalda. Burada hansı karakterlər vermişik? Bunun tərkibində demək ki, bu nə verdi? Bu bundan kiçik verdi. Kiçiksə -1 qaytardı.
Biz niyə çaşdırdıq o zaman? Sən çaşdırdın, biz çaşmadıq. Doğru da aydın karakter yoxlayır. Aydındır mı? Z A'dan böyükdür. Aydın burada nədir? A'dır, burada nədir? Birinci karakter. Sən bir-bir yoxlaya gəlir də uşaqlar. Yes, aysa. Yəni gəlsən indi belə beynimizi bura qarışdırıb bunu Z eləsək görəsən. Eskiyə bunu bir dənə Z eləsək, yəni burada avtomatik olaraq bu daha böyük. Aydın ona görə nə görəcəyik? 1. Bərabərsə 0, kiçiksə mənfi. Simbol. Yəni deyirsən ki, gəl belə eləyək də onda. Məncə də elə olmalıdır. Olursa yazması deyirsən ki, bura belə bir simvol at ha. Yəni ki, 1 qaytarır. Baxalım, məncə 1 qaytarmalıdır. Yes, yəni karakterlər simvollarda normal. Simvol da bir karakter, amma bunlar böyükdür. Yes. Host table'ını siz şeydən danışmamışsınız. Regular expression'a falan danışmamışsınız ha. UTF-8 ASCII table'ı falan. Yes, onda mən sizə onu ayrı mövzu olar izah edərəm. O qalsın ayrı mövzu kimi bilməyim. Çalaydın da bu. Okey değil mi burası? Demək index of compare'dən danışdıq. Tamam. 2 dənə metod göstərək. Sağ fasil. Deməli əlimdə word işi var. Onun nöqtə substring var. Substring stringi kəsib doğramaq üçün. Məsələn, gələm ekrana, deyirəm ki, word 2-ni substring eləyəm, bunu kəsəcəksən. Deyirəm ki, məsələn, yazıram ki, 3. O deməkdir ki, uşaqlar, 3-cü indeksdən oyanı götür. Götür. Yəni, normalda gəlib buraya baxsaq, nəticə gəlib baxsaq, son olaraq gördük. İndi burada baxmaq lazımdır. Bu necə işlədir sizə? 0-dan say, yoxsa 1-dən say, bunu əzbərləmə ehtiyac yoxdur. Çıxın outputdan baxmaq olar. Sizə necə saydı 3-ü? Yes. 1, 2, 3 kimi saydı. 3-dən sonranı verdi bizə. Aydındır mı? Yes, bunu normalda 0 eləsəm. Yes, yəni nəticə olaraq nə edəcək? İndi uşaqlar, burada aralıq da verə bilir. Deyə bilirsən ki, məsələn, burada deyirəm ki, bu nə idi tək yazsam? 3-dən başda ver də. Bura vergül qoysan, baxın uşaqlar, deyir, mənə lens ver. Yəni 3-dən sonra neçədən nə götürür? Deyirəm, bir dənə götür. Nə demək olacaq bu? Unu verəcəkdir mənə təkcə. Razıyım? Deyirəm ki, bu indeksdən başda mənə nə ver? Bir karakter ver. O da U ver. Amma desəm ki, U'nu yanındakında götür. Deyəcəm 3-dən başda mənə neçə karakter ver? 2 karakter. Aydındır burası? Hə. Okeydir. Yox, 3-dən özünü götürmür. Normalde 3-dən oyuna başlayıb lens verə bilirsiniz. Substring uşaqlar belə stringləri kəsib doğramaq üçün bizə nə edəcək uşaqlar? Lazım olacaq. Bunda overloadinglər çoxdur. Məsələn, REST-də 5 dənə overloading falan varsa, bunda da çoxdur əslində. İndi yavaş-yavaş qabağımıza çıxdıqca işləyəcək yollarla. Bir dənə fikirləşim, sırf stringlə bağlı bir dəqiqə demək istədiyim başqa bir metod alma gəlmiş olur. Ne diye?